Gör mikrofon yanır. Burada kim yaşayırsa dersen təsərrüfatı da var. Güzel yerdi. Dostlar, Xozalının Xanyolu kəndindəyik. Dedik burada da sakinlərlə bir görüşək. Onların şəraiti ilə bir tanış olaq. Görək bu qarşımızdakı ev kiminkidir. Elə qapılar açıqdır, Arif. Ay eviyəsi. Salam aleyküm. Buyurun, salam aleyküm. Nətərsiniz? Hoş geldiniz. Dedi bir qonağınız olaq, sizlə bir görüşək. Nətərsiniz? Qonaq Allah qonağıdır. Sağ Hoş olun. gəlmisiniz. Nətərsiniz? Sağ olun. Vüsal. Elxan müəllim. Hə, lap yaxşı Elxan müəllim. Hoş gəlmisiniz. Sizlə mən tanış olaq, şəraitinizlə tanış olaq. Çox yaxşı. 32 ildən sonra öz torpaqlarınıza qayıtmısınız. Çox yaxşı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Allah qazilərimizə can sağlığı versin. Allah Ali Baş Komandamızı qorusun. Bu günləri, bu xoşbəxtliyi bizə qismət edin. Elə bir xoşbəxtlik qismət edin ki, vallahi xəyala gəlməyən bir qismətdir. Biz Lap. onu gözləmədən qismət olur. Lap gözəl. Allah Ali Baş Komandamızı qorusun. Amin. Müəllim, neçə nəfər ali üzünüz var? 4. 4 nəfər ali üzünüz var. Və bu kənddə hal-hazırda hansı işlərlə məşğulsuz? Təsərrüfatla məşğulsuz, yoxsa necə? Mən müəlliməm. Gözləmədən qismət olur. Lap gözəl. Allah Ali Baş Komandamızı qorusun. Amin. Müəllim, neçə nəfər ali üzünüz var? 4. 4 nəfər ali üzünüz var. Və bu kənddə hal-hazırda hansı işlərlə məşğulsuz? Təsərrüfatla məşğulsuz, yoxsa necə? Mən müəlliməm. Müəllim Təsərrüfat bəli. Burada təsərrüfatla məşğul olmaq iri buynuzlu heyvandır. Xırda buynuzlu heyvanlardır. Toyuq, cücə, arıçılıqla məşğul olurlar. İndi təəssüf məndə Sizin özünüzün nə təsərrüfatınız var? özümüzün iri buynuzlu heyvanlarımız var. Yəni o heyvan sahədədir, o sahədədir. Dağda. O Dağın sahədə, əti. yəni bağlayıram, gözləyirəm. İçəridə də var. Yəni Yumuşqalar da təsəvvür olunur sahətdir. ki, Ordaq deyirik də biz. Bəli. Kökəltmə. Bəli. O kökəltmə içəridə var. Yəni o kökəltmədə baxa da bilərsiniz. Var. O el oradan başlayaq, sizin təsərrüfatla bir tanış olaq. Yəni, Evdə bax şəraitiniz nətərdir? Qaz, maye qaz, işıq, su. Buyurun, buyurun. Yol böyüdü, buyurun. hər şey öz qaydasındadır. Hər burada heyvan saxlayıram. Burada elə bir mən su kalıtlar var da belə. Baxsanız olar mı? Olar, olar. Deyək ki, tanış olaq da. Yəni bu kalıtlarda o üstün bağlı saxlayıram ki, hər hansı bir nə bilim Ağac belə yaşayır. bağlayıb sudur. Bax bu kalıtlardır. Neçə baş idi buynuzlu heyvanınız var? 12 baş. Bəli. Hə, lap yaxşı. 12 baş yeri buynuzlu heyvanım var. Orada kökətmə edirsiniz. Orada kökəltmədir. Buyurun, Keçin, buyurun, keçin. buyurun, buyurun. Şunu da yandırın. Hə, bunlar kökətmələr. Kökəltmədir bəli. O Qalan heyvanlarınız da kənd dağda. O sahədədir, o bir heyvanlar Hə, sahədə. sahədədir. Balaca yəni buzovlar var, baxa bilərsiniz. Baxsanız. Hə, baxaq. Buyurun, buyurun. Hansısa bir çətinliyiniz var, yoxsa necə? Yox, elə bir çətinliyimiz yoxdur. Yəni bizim elə bir çətinliyimiz yoxdur. Ay maşallah. Və balaları da inəklərin balasıdır. İndi nəzərdə tutursunuz mu? Təsərrüfatı genişləndirəsiniz. Çox. Yəni istəyirəm çalışaq ki, Hal-hazırda südün, qatığın, qaymağın özününküdə yağı. özününkidir, lazım Ay, olanda onu satırıq da, Ay maşallah. ondan sonra payda veririk. Allah köməyiniz olsun. Yəni elə olur.
Gedək, bayaq baxdım, orada hündüşkalarımız da var. Bəli, Buyur, bəli. buyur. Sonra nə, hündüşkadır, töyökcüzə var mı? Bəli, bəli. Maşallah. Axı neçə ildir həsrət idiniz bax bu torpaqlara, şükür bugünkü günümüzə. Çox şükür. Çox şükür ki biz bu günlərdə də o torpaqlarımızda. Buna çox şükür. Buna biz borçluyuq. Şəhidlərimizə bir daha deyirəm borçluyuq. Biz Ali Baş Komandamıza Allah onu qorusun. Allah Amin. kömək olsun. Bu günləri bizim bu xoşbəxtliyi bizə qismət edirik ki, bu günləri burada. Məcburi köçkün düşəndə hansı rayonda məskunlaşmışdınız? Biz çox Göygöl rayonunda olmuşuq. Sonra gəlmişik Tərtər rayonuna. Sonra getmişik İslam rayonuna. Sonra getmişik Şəmkir rayonuna. Təsərrüfatla bağlı. Sonra gəlmişik Goranboy rayonunun Böyrü qəsəbəsinə. Həqiqətən də buranın havası gözəldir. Bu ağaçları özünüz əkdiniz də, yoxsa var idi? Yox, var idi. Amma görsən nətər canlanma var. Bəli, bəli. İnsanlar öz yurtlarına məskunlaşdıqca Bəli. canlaşır, gözəlləşir. Bəli, bəli, bəli. Qoy bu, bax, bu cabaldan yeyəkdə bir. Bax, bu da elə bir ki, bostan. Bu cabalın adı nətər gedir? Cabal gedir. Yox, buna nəsə bir adı da var. Alımdan Deyirdilər nəsə. Uzun sov cabal deyirlər, nə deyirlər? Pomidor da həmisiz yəsən. Bəli, pomidor əkmişdik. Lobiyan elə bir vaxtda dayanıb sağ olun. Kartol əkmişdik. Pomidorunun birini kopardacağım. Halallah. Orhan. Pomidorunun birini. O qarğıdalıdır. İnkişaf biraz zəifdir. Torpaq da qaradır, qara torpaq. Amma ona baxmayaraq, yəni gübrə torpaqda azdır. İnan Allaha ki pomidoru baldır. İndi hiss edirsən ki pomidor yeyirsən. Bəli, 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 bəli. Həqiqi gözəldir. İndi onu biraz gübrə vermək, növbəti ildə bitirir. İnşallah. Burada nə əymişdiniz bəs? Burada kartol Hə. Məhsul var verdi mi? verdi. Şükür Allah'a. Çox şükür. Qardıqal nətər? Bəq onu deyirəm. Yəni gübrə lazımdır verməyə. Onda səhvlik olur ki, mən gübrə eləməmişəm. Yəni fosfor gübrəsi verməliydim. O günah məndə olmasın. İnşallah gələn Allah'ın izni ilə Allahın köməyi ilə. bundan da böyük bağ eləyərsən. Bəli, bəli, bəli. Badımcanı, biberi yəqin ki. Bizə Pomidoru ən əsas göyərçin. bir sənəd torpağımız. Hə, şükür Allah'a. Torpağımız varsa, biz öz dədə-baba torpaqlarımızda, biz öz məzarlarımızı ziyarət edəndə ən xoşbəxt gündür. Gör neçə rəzət çəkdiniz. Əzab çək, əziyyət çək. Var olsun, indi dövlətimiz bizə dayaq olur. Həmişə dayaq olur. Həmişə kömək olur. Amma ona baxmayaraq, dədə-baba torpağı. İndi bu kəndə qayda neçə dənə ailə hal-hazırda yaşayır kənddə? Təxminim məncə bir 138 olar. Hər kəs də öz işinə uyğun, işlə təmin olunur Bəli, yəqin bəli, ki. bəli, bəli. Kimi Qalandakı heyvan saxlayır, kimi təsərrüfatla adam məşğuldur. qonşudur, şəhid ailesi. Onun qızıdır, yenə şəhidləri. Üzrü sistemlərin yoldaşında bacısı şəhid oldu. Goranboy rayonunun 1992-ci ildə bir 24 nəfər şəhid olmuşdur. Dərsiz. Yəni bu şəhid ailələrdir. Allah şəhidlərimizə rəhmət eləsin. Yəni Arı saxlayır bax bunlar. arı təsərrüfatı var. Təsərrüfatı var. Yəni kimin gücü nəyə çatır, onunla da Yəni hər şeylə də dövlət təmin eləyir. bəli, 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 dövlətdən biz o qədər razıyıq. İşlə təmin eləyib, təsərrüfatla təmin eləyibdir, təsərrüfatla məşğuldur ki, Hər bir cəmaatı. şərait yaradır. Ha, şükür Allah. O şərait yaradır. Evdə vəziyyət nətərdir? Lobiya da həmsən. Bəli, bunlar bu da Dərmisən heç lobiyanla. Dərmişəm, elə bir də vaxtıdır da. Ha, dərim.